Sizin üçün bir nömrəli meyxana deyən kimdir? Kərim. Ya da Kərimdir bizi isimdə. Fanatlıq eləmişəm Nizami Rəmziyə. Mən fanatlıq eləmişəm, Allah rəhmət eləsin, ən sonda rəhmətə gedən ustadımız Aydın Xırdalanlıyam. Mənim üçün Hacı Kərimdir, bir də Hacı ağamızdır. İndi bir nömrəli Azərbaycanda sevilən meyxanası kimdir? Tamaşaçıların və yaxud da kütlənin sevdiyi. Kimi deyim, məsəl üçün mənim üçün elə Hacı ağamızdır. O cürət eləmədi. Rəşad Dağlı, gözəl meyxana. Rəşad Dağlı. Qardaş sizin üçün. Rəşad Dağlıdır. Siz qardaş. Məncə Rəşad Dağlı. Mən də o. Kişiyə tələbat çoxdur, istəyirlər. Kimə? Rəşad Dağlıya. Rəşad Dağlı. Gözəl də sənətkardır. Salam dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamız 2 aydan yuxarıdır ki, müalicə alır, amma vəsait olmadığı üçün müalicəni davam etdirə bilmirik. Vəziyyəti ağırlaşır, sancılar çoxalır. Ona görə hər birinizdən bu körpə balamıza dəstək olmağı rica edirəm. Ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç bir yaxşılığın əvəzsiz qoymaz. İnşallah etdiyiniz yaxşılıqlar 1000 qatı ilə qarşınıza çıxar. Allah heç kimi çarəsiz qoymasın. Heç kimi övladı ilə sınağa çəkməsin. Ümid edirəm ki, bu dar günümüzdə bizim yanımızda olacaqsınız və bu körpə balamızın həyatını davam etməsində siz də yardımcı olacaqsınız, bizə dəstək olacaqsınız. Öncədən hər birinizə təşəkkür edirəm.